Salam, bugün danışacağım mövzunu çox önəmli hesab edirəm. Çünki bu mövzu mənim üçün içimizdə yaşayan düşmən başlığındadır. Nədən söhbət gedir? Söhbət xüsusən qadınların içində var olan patriarxizmdən gedir. Bu nə deməkdir? Sən bir ailəyə doğulduğun zaman, yəni oğlan və ya qız doğulmağından asılı olmayaraq, müəyyən qaydalarla böyüyürsən. Bəzən bu qaydaları valideynin sənə şuurlu şəkildə öyrədir və bəzən də bu qaydaları sən sadəcə olaraq görüb götürürsən. Və bu bizə o qədər normal gəlir ki, yenə deyirəm, cinsiyyətimizdən asılı olmayaraq çox normal gəlir. Yəni biz xüsusən uşaqlar olaraq gördüyümüzü götürürük. Və burada əsas sual ondan ibarətdir ki, biz nəyi götürürük? Nələrə məruz qalırıq daha doğrusu? Çünki məruz qaldığımız mənasına asılı olmayaraq bizim sonraki zamanlarda iç səsimizə çevrilir. Biz buna içsəlləşdirdiyimiz səs deyirik və bu içsəlləşdirdiyimiz səs o görüb götürdüklərimizdən, yəni məruz qaldıqlarımızdan asılı olaraq ya bizim həyatımızı sonradan çox fərqli, yaxşı yerlərə daşıya bilir, ya da xəyalımızdakı həyatı yaratmaq istədiyimizdə böyük bir müqavimətlə bizi qarşı-qarşıya qoyur. Bu videonu bir psixoloq olmaqdan əlavə bir qadın olaraq çəkirəm, həmcinslərim üçün çəkirəm. Yəni bu video əslində qadınlar üçün də deyə bilərəm. Çünki şəxsən Leyla olaraq özümlə bu qədər işləmiş biri olaraq, hazırda işləməyə davam edən biri olaraq patriarx iç səsinin nə qədər güclü olduğunu gördüm həftələr öncə. Və bunu sizlə paylaşmaq istədim. Bunu düşündüm. Yəni, fərqi yoxdur özümüzlə nə qədər işləyirik, amma bu içsəlləşdirdiyimiz səslər nə qədər güclü ola bilir və biz fərqində belə olmadan nə qədər çox bizi ələ keçirə bilirlər. Məsələn, hər hansı bir xəyalını göz önünə gətir. Tutaq ki, biznes sahibi olmaq və yaxud da çoxlu pul qazanmaq və yaxud da 35-lərindən sonra evlənmək. Kimi, yəni normalda patriarx rejim sənə nəyi icazə verirsə və nəyi qadağan eləyirsə, deyək ki, sənin xəyalların patriarx rejimin sənə qadağan elədiyi şeylərlə toqquşur. Məsələn, cəmiyyət səndən 30 yaşında ya da 20 yaşında, əslində 20 yaş çox erkəndir, 20'li yaşlarında evlənməyini istəyir. Sən bunu istəyirsən, o başqa. Yəni, özün bunu istəyirsən, o başqa. Amma sən özün istəmirsən, 20'li yaşlarında evlənməyi arzuyursan, çünki belə olmalı olduğunu düşünürsən, əks halda səni qınayırlar və yaxud da sənə necəsə hücum edirlər, təzyiq göstərirlər. Yəni, bu çox acınacaqlı vəziyyətdir və fikir ver, sən 20'li yaşlarında evlənmək istəmirsən. Bu nə mənaya gəlir? Bu mənaya gəlir ki, bu sənin yolundur və patriarx rejimin sənin üçün hazırladığı o yoldan irəliləmirsən. Bax, tam da bu baş verir, bilirsən. Yəni, patriarx səs dediyimiz şeyə sən əslində uşaqlığından məruz qalırsan, yenə deyirəm, cinsinə asılı olmayaraq, fərqi yoxdur oğlansan yoxsa qızsan. Oğlanlar haqqında da, əslində patriarx rejimin oğlanlar haqqında da çox böyük təzyiqləri var, hücumları var və yaxud da qadınlar haqqında, qızlar haqqında həmçinin. Yəni, biz bunu mentalitet adlandırırıq, biz bunu cəmiyyətin qaydaları adlandırırıq, biz bunu el nə deyər adlandırırıq və mən bu hissələrə çox da girmək istəmirəm, çünki düşünürəm ki, bunları hər kəs bilir. Yəni, məsələn, böyüyərkən necə bir qaydalarla böyümüsən, nələrə məruz qalmısan, məsələn, neçə yaşında evlilik yaxşı qarşılanırdı, qızların oxumağı necə qarşılanırdı, qızların ümumiyyətlə çoxlu pul qazanmağı nə deməkdir, bu mümkün görünürdümü, yoxsa qadınlara ancaq atası, qardaşı ya da həyat yoldaşı mı dəstək olmalıydı, çox güclü, belə deyim, maddi bir resursa sahib olması üçün. Yəni, bu hissələrə dediyim kimi çox da toxunmaq istəmirəm. Bu sualları verirəm. İstəyirsən videonu saxla və bunu özün üçün aydınlaşdır, sənin üçün necədir deyə. Verdiyim misala gəlmiş olarsaq, yəni bu patriarx rejim, yəni onu deyir ki, bunu öyrənmirsən ki, ailəndən 20'li yaşlarında artıq evlənməlisən, amma sən özünə baxırsan, hazır hiss eləmirsən, orada deyilsən və 20'li yaşlarında evlənmək istəmirsən. Bu qərarı verdiyin zaman sən sadəcə çöldən bir təzyiqə məruz qalmırsan. Bu videonu bunun üçün çəkirəm, özünü tanıdaya çəkirəm. Çöldəki təzyiqi onsuz da bilirsən və gözlədiyin təzyiqdir. Yəni sən bilirsən ki, anan bundan razılaşmayacaq, sən bilirsən ki, nənən sənə qarşı çıxacaq. Özü daha çox patriarx rejimi qoruyan qadınlar olur, o da başqa bir məsələdir. Və
Mən deyərdim ki, çox da təhlükəli vəziyyətdir, çox təhlükəli məsələdir. Yəni qadının qadına düşmən eləyən şey əslində patriarx rejimin özüdür. Çünki təhlükəli gəlir, yəni qadın baş qaldırmağı olmaz. Orada fərqli nüanslar var. Yəni sən baş qaldırırsan və bu çox təhlükəlidir və yaxud da sən baş qaldırırsan, amma mən baş qaldıra bilməmişəm, buna özümdə belə icazə verə bilməmişəm. Ona görə sənin də baş qaldırmağına qarşı çıxacağam. Bu tamam fərqli vəziyyətdir. Yəni bu vəziyyətlərə düşə bilərsən və dediyim kimi bu videonu çəkmək niyyətim çöldəki təhlükələri görəcəksən, amma içindəki təhlükədən də xəbərin olsun. Yəni sən 20-li yaşlarında evlənməyi istəmədiyin zaman çöl dünyada buna anan, nənən, baban, atan qarşı çıxa bilər, ya da qonşuların, qohumların sənə hücum eləyə bilərlər, təzyiq göstərə bilərlər və sən buna hazırlıqlısan, gözlədiyin bir şeydir. Gözləmədiyin isə bilirsən nədir? İç səsin, içsəlləşdirdiyin səsin. Hansı ki, bu səsdən bir çoxumuzun xəbəri yoxdur. Dediyim kimi, mən belə bu yaxınlarda həftələr öncə daha doğrusu patriarx rejimlə bağlı bir inancımı gördüm və çox təəccübləndim. Yəni mən beləmi düşünürəmmiş içdən içə dedim. Və bu çox maraqlı idi. Yəni günahkarlıq hiss eləyirdim bir məsələ ilə bağlı. Bu məsələni burada açmaq istəmirəm, amma uzun sözün qısasında bunu anladım. Öz doğrumla getmişəm və öz doğrumla getdiyimə görə, yəni patriarx rejim bunu qəbul eləmir deyə içimdəki içsəlləşdirdiyim səs, içimdəki patriarx səs bunu qəbul eləmir və mənə hücum eləyir deyə mən özümü illərlə günahkar hiss eləmişəmmiş. Və bu gözləmədiyim bir şeydir. Bu şəxsən mənim ya da sənin ya da başqa qadınların, həmcinslərimizin kör nöqtəsi saya bildiyimiz bir yerdir. Yəni var, amma o qədər qarışıb ki iç dünyamıza. Biz bu duyğularımızdan, düşüncələrimizdən, inanclarımızdan adını qoymuş olarsaq əgər, içsəlləşdirdiyimiz patriarx səsdən xəbərsizik və burada bu səs bu içsəlləşdirdiyimiz səsə ad qoymağın çox önəmli olduğunu düşünürəm. Sən bir xəyal qurduğun zaman o xəyalı yerinə yetirmək üçün çox əziyyət çəkəcəyini, kənardakı insanların, ailən belə daxil buna qarşı çıxacağını düşünürsənsə, mənim orada sənə tövsiyəm öz iç səsinə də baxmaqdır. Hansı ki, bu içsəlləşdirdiyim patriarx səsdir. Məsələn, deyə xaricə köçürsən, sən bilirsən ki, bu sənin xəyalındır və bu xəyalını gerçəkləşdirdiyin zaman buna qarşı çıxılacaq. Çünki bir qadının tutaq ki, xaricə köçməyə ən belə ağır misallardan deyim də, bir qadının xaricə köçməyə olmaz ya da bir qadının tək yaşamağı olmaz və belə olduğu zaman, yəni ətrafındakilərin bu xəyala qarşı çıxacağını bilirsənsə, onu onsuz da bilirsən. Orası təhlükəli deyil əslində. Sən buna necə yanaşırsan? Bəli, bir tərəfdən özünü dəstəkləyirsən, bu sənin xəyalındır əlbəttə. Amma digər tərəfdən bax gör, içsəlləşdirdiyin patriarx səs bunun haqqında, bu addımın haqqında, bu xəyalın haqqında, bunu hərəkət halına çevirdiyin zaman nə deyir sənə? Necə bir yanaşması var? Səni utandırırmı? Səni ayıplayırmı? Hansı bir tərzdə səndən əlaqə qurur? Hücum mu eləyir? Tənqid mi eləyir? Neyniyir sənə? Nəyə məruz qalırsan? Ya da sualı başqa cürə qoya bilərəm. Özünü nəyə məruz qoyursan? Bu səs çox güclü səsdir. Bu içsəlləşdirdiyimiz səs. İçsəlləşdirmişik. Bu hər kəsdə belədir. Biz görüb götürən varlıqları, xüsusən uşaq vaxtından ağ səhifəyik, gördüyümüzü götürürük. Yəni kənarda olan səsləri, vəziyyətləri alırıq, özümüzünküləşdiririk, içsəlləşdiririk. Çünki düşünürük ki, qaydalar bu şəkildə işləyir. Bu yerin qaydaları budur və mən buna uymalıyam. Mən buna uymasam, mənə yaxşı olmayacaq. Və bilirsən, həqiqətən də belədir. Yəni biz düşdüyümüz mühitə insan olaraq, yəni uyğunlaşmaq məcburiyyətindəyik. Əks halda o yerdən bu və ya digər şəkildə kənarlaşdırılırıq. İnsan olaraq sosial varlıq olduğumuza görə bu kənarlaşdırılmaq bizə çox ağır təsir eləyir. Hətta mən deyərdim ki, bu çox böyük bir travmadır. İstənməmək, dəyərsizlik duyğusu və s. və ilaxır. Buradan playlisti də bir yerlərə yerləşdirərəm. Sistem necə işləyir adında playlist. Yəni sən böyüdüyün zaman, inkişaf elədiyin zaman bəli bir içsəlləşdirdiyin səs var, amma sən böyüyəndə bir də iç səsin yaranır. Baş verən şey sənin iç səsindən, sənin içsəlləşdirdiyin səsin davası və yaxud da toqquşmasıdır. Bu çox önəmlidir. Bu playlisti də bura məhz buna görə yerləşdirirəm. Necə olur ki, biz öz iç səsimizi ignor eləyirik və içsəlləşdirdiyimiz səslərə sığınırıq, hansı ki, bu bizim səsimiz deyil. Bu sadəcə zamanla görüb götürdüyümüz səsdir sadəcə. Yəni, bir səsi, məruz qaldıqlarımızı içsəlləşdirmək çox təbii bir haldır. Vaxtı ikən də bizim işimizə çox yarayıb. Müəyyən bir qrupda
qalmağımıza, sağ qalmağımıza, həqiqətən yaşamağımıza, qrup içərisində fəaliyyət göstərməyimizə çox kömək olub. Amma İç səsimiz yarandıqdan sonra artıq toqquşmalar başlayıb. Bayaqki misalda 20'li yaşlarındasan, içsəlləşdirdiyin səs sənə evlənməli olduğunu düşündürür, belə deyir və iç səsin, 20'li yaşlar çox tezdir evlənmək üçün deyir. Ya da evlənmisən və uşaq sahibi deyilsən, uşaq sahibi olmaq istəmirsən, yəni bu və ya digər səbəbdən, amma içsəlləşdirdiyin səs bir çox şeylər deyir, xüsusən patriarxizm üzərindən. Evlənən kimi uşağın olmalıdır və yaxud da ilk uşağın varsa ikinci uşağın olmalıdır. Amma sən nə düşünürsən? Yəni istəmirəm uşaq deyirsən və baxın, bu bir tərəflər deyil, bu sənin iç səsindən məruz qaldığın, içsəlləşdirdiyin səsin toqquşmağıdır. Və belə olan halda biz nə edirik? Ya sığınırıq içsəlləşdirdiyimiz səsə, çünki heç kim ətrafımızda bizi təsdiqləmir, bizim düz olduğumuzu düşünmür və bu çox böyük cəsarət tələb eləyir. Hər mənada çox böyük cəsarət tələb eləyir öz iç səsimizi seçmək. Çox böyük addımdır bu. Bərabərində çox böyük, yenə deyirəm, cəsarətin və gücün olduğu bir addımdır. Yəni təsəvvürlə hər kəs sən deyirsən uşağın olmalıdır və sən deyirsən ki, yox, mən belə düşünmürəm, mən özümü hazır hiss eləmirəm və uşaq da istəmirəm hələ ki. Və yaxud da hər kəs sənə deyir ki, nə var xaricdə oxumağa, sən Azərbaycanda oxumalısan. Hər şey ola bilər bu misal. Əminəm ki, zehninə nələrsə gəldi və sən deyirsən ki, yox, mən belə düşünürəm və düşündüyünün arxasınca gedirsən. Burada bir dənə bir məsələ var. Özümüzün iç səsimiz də kör-körənə bir səs deyil. Nə bilim, mən filan şey istəyirəm, o zaman onun dalınca gedim. Belə bir şey də yoxdur. Yəni iç səs demək, oturub dəyərləndirdiyin, üzərinə düşündüyün, mən belə düşünürəm, çünki belədir dediyin, nə bilim, məsələn, bizim misaldan yola çıxaraq. Evlənmişəm, amma uşaq istəmirəm. O çünkilərim var, səbəblərim var. Yəni, o səbəblərə əsasən, səbəblər hər şey ola bilər. Ola bilər ki, sən uşağa hazır deyilsin, ola bilər ki, sən sadəcə, yəni, paşa könlün uşaq istəmir. Bu da bir səbəbdir. Yəni, bunlar kör-körənə səbəblər deyil. İç səs, mən indi bunu istəyirəm, sonra bunu istəyirəm şəklində irəliləmir. Yəni, sənin üzərində dayandığın bir səsdir bu iç səs və sonradan baş verən şey iç səslə içsəlləşdirdiyin səsin toqquşmasıdır. Təhlükə hardadır? Niyə bu videonu çəkirəm? Çünki çox adam bu səsi içsəlləşdirdiyin bilmir, xüsusən patriarxizmdən gələn səsin. Və nə baş verir? Uşaq istəməyə, uşaq dünyaya gətirir. Evlənmək istəməyə, evlənir. Xaricə getmək istəyir, amma nəzərə almır. Yəni, nə edəcəm mən orada deyir. Və yaxud da böyük pullar qazanmaq istəyir, amma buna necəsə mane olur, sabotaj eləyir bunu. Yəni, hər şey zehninə gələ bilər və əminəm ki, müəyyən ssenarilər gəldi və baş verən şey o olur ki, sən xoşbəxt olmursan. Yəni, içində bir nəsə çatmır, o deyil hissi olur. Nə bilim, uşağın olur. Uşağın layiq olduğu yeri aça bilmirsən, maddi və mənəvi. Xaricə getmirsən, Bakıda yaşayırsan, amma Bakıda yəni xoşbəxt deyilsən, qanın qaradır, bəlkə də özünü yaxşı istəyirsən, amma nəsə çatışmır, bunu görürsən. Və yaxud da çox böyük xəyalların var. Məsələn, çox böyük biznes açmaq kimi, amma bunu eləmədiyində də sanki potensialını reallaşdırmırsan və həyatını yaşamırsan kimi gəlir. Birazdan sonra qurban psixologiyasına girirsən. Yəni, budur. Və burada, bəli, bu mənim iç səsimdir demək və eyni zamanda, bəli, bu mənim içsəlləşdirdiyim patriarxizmin səsidir demək çox önəmlidir. Bəli, mən qadınam və mən çox pul qazanmaq istəyirəm və bəli, patriarxizm normalda buna qarşıdır. Patriarxizm qadına sənin yerin evindir deyər. Bax, burada da bir məsələ var. Yerinin evin olduğunu düşünürsənsə, evdə rahatsansa, işləmək istəmirsənsə, pul qazanmaq istəmirsənsə, yəni sən bunu özün istəmirsənsə, bu başqa məsələ. Bu sənin iç səsindir. Amma biri bunu belə deyib və oradan kənara çıxmayım deyirsənsə, bu sənin düşüncən deyil. Bu patriarxizmin sən özün də bilmədən sənin zehninə yerləşdirdiyi bir şeydir. İndiyə qədər verdiyim misallar çox aydın misallar idi deyə düşünürəm. Çox bariz misallar idi, xüsusən cəmiyyət həyatında ya da sənin öz həyatında. Amma bir də kör nöqtələrimiz var. Bu videoda əslində o kör nöqtələrinə baxmağını istəyəcəm sənin. Bu videonu bura qədər də izləmirsən, nə gözəl. Kör nöqtələrinə necə baxacaqsan, onu sənə göstərim. Özünü müşahidə elə. Patriarxizm qadının düşmənidir və bax gör başqa qadınlara qarşı necə hiss eləyirsən, nə düşünürsən. Nə deyirsən onlar haqqında? Bu yerləri bir müşahidə elə və yaz. Məsələn, küçədə bir qadın gördün, geyimin gördün, nə gəldi ağlına? Vau, nə gözəl geyinib mi gəldi, yoxsa çox pis geyinib? Çünki filan şey belədir, bu mu gəldi? Və yaxud da qadın işləyir ya da qadın çoxlu pul qazanır. Yəni, hər şey ola bilər. Dediyim kimi, yəni bəlkə bir master klassa getdin rəsm üzrə və orada bir qadının çox gözəl rəsm çəkdiyini gördün. Necə hiss elədin? Yəni, özünü bir müşahidə elə. Hətta bunun üçün ayrıca bir bəlkə dəftər al və yaz. Və bir müddət sonra, bunu aktiv şəkildə elədiyin bir müddətdən sonra, bəlkə 10 gün sonra, bəlkə 2 həftə sonra
Dön o dəftərə bax, amma bu səfər mənim qadınlara münasibətim başlığını sil oradan. Mənim özümə, öz qadınlığıma münasibətim başlığını əlavə elə, qalan heç nəyi dəyişdirmədən. Çünki sən başqa qadınlara olan münasibət şəklindən öz içində, yəni bilmədiyin bir yerdən özünə necə davranırsan, özünə qarşı necə münasibət göstərirsən, bunu görəcəksən, bunu müşahidə edəcəksən. Və bu sənə patriarxizmin üzərinə, yəni içsəlləşdirdiyin patriarxizmin səni necə bir yerə çəkdiyin, səni necə bir qəlibə saldığın, bunu göstərəcəksən. Bu çox önəmlidir, bu çalışmanı eləmək, əmək tələb eləyir, haqlı olaraq. Amma bu çalışma sənə özünün kör nöqtələrini göstərəcək. Yəni mən belə deyiləm dediyin yerdə əslində nə qədər də elə o cür olduğun yeri həqiqətən dərk edə biləcəksən. Bu çalışmanı eləyəndən sonra isə necə işləyə bilərsən o içsəlləşdirdiyin səslə, özümdən görüşürəm eləyəcəksən, özümdən görüşürəm mənim hazırladığım bir üzləşmədir, yönləndirmədir və sən həmin o səsli yönləndirmə sayəsində içsəlləşdirdiyin səslə görüşəcəksən və düşünmə ki, içsəlləşdirdiyin səsin sadəcə bir üzü var və sən görüşəcəksən və sonra hər şey yaxşı olacaq. Elə deyil. Hər hansı bir məsələdə bu cinsəllik ola bilər, bu pul ola bilər, bu tamam fərqli, bu geyim ola bilər, bu danışıq qaydası ola bilər. Müxtəlif məsələlərdə harda özünə qəlib qoymusansa, o yerlər, o məsələlər üzrə özümdən görüşürəm yönləndirməsini eləyəcəksən və o səsli yönləndirmədə mənim səsim səni yönləndirərək o içsəlləşdirdiyin səslə görüşməyə, onunla işləməyə, prosesdə olmağa və təbii ki də dəyişimə köməklik göstərəcək. Və bu özümlə görüşürəm sadəcə bir dəfə eləməyəcəksən, bunu bir neçə dəfə eləməyin şərtdir. Özümlə görüşürəm haqqında da playlist hazırlamışam, onu da burada bir yerlərə yerləşdirirəm. Oradan keçib özümlə görüşürəm haqqında da ətraflı məlumat ala bilərsən, zehnindəki sualların cavabını tamamlaya bilərsən. Bugün burada dayanıram. Sən bundan əvvəlki videoları izləməmisənsə, onları da izləməyini şiddətlə tövsiyə edirəm və bundan sonraki YouTube videolarında da görüşərik. Özünə yaxşı bax, gözəl həyatlar.